Soliton mağazalar şəbəkəsinin baş sponsorluğu ilə İmtina serialının 16. bölümü başladı. Laçın axşamın xeyir. Laçın mağazanı saat neçədə bağlayırsan? Səni restoranda gözləyirəm. Gələrsən hamısını deyərəm. Hə, yaxşı oldu. Axşamın xeyir Elza. Hoş gəldin. Buyur keç kabinete. Rahat ol. Bugün mənim qonağımsan. Rahat ol qadası. Bugün mənim qonağımsan. Sən bir gün ərzində bu qədər dəyişdin? Yox, mən dəyişməmişəm ki. Sadəcə olaraq münasibəti gizlətməyə ehtiyac qalmayıb. Oturmaq fikrin yoxdur? Menyu lazımdır, yoxsa mənim sifarişim? Əslində mən niyə təəccüblənirəm ki? Səni kimi adamdan hər sifət gözləmək olar. Elza, mən necə adamım? Sən çox qırmızı adamsan. Niyə? Neçə ay ərzində səndən söz qoparda bilmədim. Elə hər dəfə qızıl-qırmızı üzmə durdun ki, mən Adəmgili tanımıram. Şərti mən qoymamışdım ki. Belə təlimatlandırmışdılar, mən də həmin təlimata əməl eləyirdim. Sana müəllim hər şeyi bilirdi də, elə məsləhət bilərdisə deyərdi də sənə. Niyə demirdi? Nəysə, bu söhbəti uzatmayaq. Aysa, ürəyindən nə keçirsən ama. Nə ürəyin istəyir sifariş edin. Mən bura yeməyə gəlməmişəm. Sən məndən intriqa aparırsan? Qardaşıma müəllim deyirsən, bacısına oyun qurursan, ofisə işçi adı ilə adam gətirirsən, adıma söz çıxartmaq istəyirsən? Özün demişdin ki. Nəyi demişdim? Demədin ki ya, boylu buxunlu, bir gözə gəlimli bir kadr axtarıram. Niyə təəccüblərsən Elza? Demədin ki, sənin əlindən gəlir, sən bacarırsan, hə? Yadına düşmədisə davam eləyim. Demədin sənə olar, mənə olmaz. Özün dedik. Sən danışdıqca təzədən tanıyıram səni. Çox bülöv sifət adamıymışsan. Xeyir ola. Sözün düzünü demək nə vaxtdan bülöv sifətlik sayılır. Hə? O ki qaldı oyun qurmağa. Sənin qurduğun oyun daha dəhşətli idi. Neynəmişəm ki? Sənan müəllimə olan hörmətimə görə üstünü vurmadım. Yoxsa abrıvı ətəyivə bükərdim. Sən utanmadın mənim maşınıma diktafon qoymağa, hə? Nədir? Qulaq asa bildin səsimə? Bilirsən necə sevinirəm? Yaxşı ki, özün rədd olub getdin bizdən. Çox təhlükəli adamıymışsan. Xeyr, təhlükəli adam sən özünsən. Zeynəbin adını eşidəndə üzvü turşudurdun. Xeyr ola həbsdə yatan adamı evvə qulluqçu aparırsan, hə? Hə, yadımdan çıxmamış, qoy buna da deyim, vacib məsələdir. Sənin həbsdə olduğunu heç kim bilməməlidir. Yoxsa qardaşım səni evə buraxmaz. Nədir? Sual qəliz oldu. Cavab tapa bilmədin, hə? Zeynəb sənə elə deyir? Güya bilmirsən ki, Zeynəb mənə demişdi, mən də gəlib sənə demişdim. Yox, yadımda qalmayıb. Ola bilsin fikirli olmuşam. Yox. Sənin fikrini Zaur qarışdırıb.
Şəmsi, çox yekə-yekə danışma. Unutma ki, bacın qızı bizim evdədir. O ki qaldı Zeynəbə, onu da başqa yerə yozma. Evə çatan kimi qovaram getsin. Ötürmə, lazım deyil. Film maraqlıydı. Hə, çox maraqlıydı. Ata, təsəvvür eləyirsən, ingilis dilində baxdığı. Doğrudan. Hə. Hamısını başa düşdün? Başa düşmədiyim yerləri Sara tərcümə edirdi. Mən hardasa 30-40%-ni tərcümə elədim. Afərin. Mənzərə pozuldu. Hamıya nuş olsun. Çox sağ olun, May. Əyləşin. Sağ ol. Zeynəb, yemək çək də. Yo, iştahım. Ata, bir bəhanə bəlkə zəng eləyəsən. Danışmışam, indi gəlir. Yemək çəkim baxım. Yo, iştahım yoxdur, çox sağ ol. Sana polis nədir də? Şikayətçi olmadığımı yazdım. Hadisə də hər adam başına gələ bilər. Fərsiz sürücüymüş. Bu nə sözü deyirsən? Düz deyirəm də, ata. Piyada yol keçir, görmür onu. Bu boyda adamı necə görməmək olar? Görürəm sənin yemək fikrin yoxdur. Özdə yol gəlmişsən, yorğunsan. Ged otağında yat. Leyla, aclığın var. Yox. Onda gəl birlikdə gedək. Ata gedə bilərəm. Hə qızım. Aclığın yoxsa get. Sənin həqiqətən aclığın yoxdur? Hə, mən yemişəm. Zeynəb, yığışdıra bilərsən. Sən içində ol, mən özüm baxaram. Əmingildir.
Firuzə danışdığımız kimi başqa yolumuz yoxdur. Salarıq qırmızılığımızı. Sən keç otur maşını. Keç otur maşında. Ha, yaxşı. Bircə Allah eləsin, Elza evdə olmasın. Ay sizin axşamınız xeyir olsun Sənan müəllim. Axşamınız xeyir Sənan müəllim. Hər vaxt xeyir olsun. Umay qızımız necədir? Yaxşıdır, evdədir. Buyurun keçin. Necədir vəziyyəti? Dedim də yaxşıdır. Hoş geldin. Hoş gün olsun Humay. Həmişə ayaq üstə. Gel Bibi, sen de gel. Zeynep gel qonağımızın əlindəkini götür. Hoş gelmişsən, gel geç. Hoş gün olsun Humay. Eşidəndən elə narahat edim ki, şükür yaxşısın. Hə, bəxtim gətirdi, yaxşı qutardı. Görmədə görməyəcəm. Doğrudan, axırıncı dəfə anamın yasında görüşmüşük. Ha, Bax necə tez keçir. Hoş gəlmisiniz. Buyurun keçin. Nəsə əhvalınız məni açmadı Sənan müəllim. Gözümə belə narahat dəyirsiz. Bir siqaret yandırım. Sən götürməmişəm, yadımdan çıxıb. Siz necəsiz? Adəm müəllim. Hacan? Mənim əhvalım normaldır. Görürəm, sizin əhvalınız nəsə yerində deyil. Niyə? Siqaretiniz adətən sağ yan cibinizdə olur. Ora baxmadınız. Görək, o qədər fikirliyəm ki, başımı itirmişəm. Niyə fikirlisiniz? Adəm müəllim. İşlər o qədər tərs gəldi ki, fikirli olmamaq olmur. İndi görün neçə vaxtdır mən nə vəziyyətdəyəm. Oğlunuz mənə dünən dedi. Amma mən bunu çoxdan bilirdim. Sənan müəllim, bilirsiniz bu necə oldu? Bilmirəm bu necə olur. Amma qardaşı qızını tanıyan bir əmi kimi bilməliydiniz ki, Umay heç vaxt ailəsindən heç nə gizlətməz. Bax, orasını düz dedi Sənan müəllim. Orası mənim ağlıma gəlməmişdi. Ağlıma gəlmədi ki,
Humay atasını təmizə çıxartmaq üçün məndən qabağa düşər. Bax, onu fikirləşməmişdim. Adəm müəllim, qardaşınızla aranızda nə olub, olmayıb, bunu özünüz bilərsiniz. Mənim bu söhbətə qarışmağım, kiminsə tərəfini tutmağım düzgün deyil. Bu mövzunu qoyaq bir qırağa. Əl verib görüşəndə dediyim sözü yadınıza salmaq istəyirəm. Mən özümü ona görə ortaq axtarırdım ki, işim biraz yüngülləşsin, ailəmə daha çox vaxt ayırım. Amma təəssüf ki, əksinə oldu. Sənan müəllim, bilirsiniz problem nədədir? Problem ondadır ki, mən əvvəlki kimi işə rahatlıqla gedə bilmirəm. Təklifiniz nədir? Bunun qərarını siz verin. Çox sağ ol Könül, çox qəşəngdir. Bu arada təbrik edirəm əmi qızı. Eşidəndə elə sevindim ki, inşallah nə vaxt gedirsən Rusiyaya? Humay, o biraz uzun söhbətdir. İnşallah görüşərik, danışaram. Kim lazımdır ay bacı? Bura gəlmişəm də, bu evə. Bura niyə gəlmişsən? Kim lazımdır? Sen kimsin? Ne oldu? Adın yadından çıktı. Burada yaşayanlar hardadır? Bir sen deyilə görüm kimsən, nəçisən? Sonra ben sana sualıma cevap verim də. Nuş olsun. Ayça? Derim nuş olsun. Çok sağ ol. Humay xanım, eğer mənə ait bir iş yoxdursa, olar mən gedim. Əlbəttə gedə bilərsən, çox sağ ol. Gecəniz xeyrə qalsın. Xeyrə qarşı. Qadını görəndə elə bildim baldızındır. Yox, baldızım evdə yoxdur. O qulluqçudur. Bəs gecə vaxtı hara getdi? Sizlə yaşamır? Bizim evdə balaca bir tikili var, orada qalır. Hə, Adəm. Hə, yaxşı. Dur, gedirik. Atagil gələsi olmadılar. Gələsi olsaydı çağırmazdı ki. Bax Gönül, yine sağ olsun Laçın. Axır ki bu oyunlara son qoydu. Laçın demişkən, dediyi sözə görə o qədər peşmandır ki, az qalır da olasın. Deyib sənə? Sənə deyibsə deməli peşmandır. Yaxşı ki xətrinə dəyməmişəm.
Ne oldu Ayta? Niye böyle tez geldin? Müəllim evdə yoxdur. Ana gilərə gəlmirlər. Müəllim evdəydi, gördün. Söhbət elədiniz, alınmadı. Ne oldu Ayta? Cavab ver, ben narahatam axı. Deyən qoy, ağlım üstüme gelsin, diyeceğim. Ne danışdınız? Görürəm sizin də söhbətsiz alınmayıb. Çaylara dəl dəyməyiblər. Dalaşdınız? Yox ay qız, dalaşmaq nədir? Bəs içəri gəlmədi. Sözün düzü heç özüm də onu içəri dəvət eləmədim. Söhbətimizi ayaq üstü həyətdə elədik. Ne dedin ki? Sənin demək istədiklərini. Səninlə narahat eləyirdi. O ne dedi? İmkan vermədim danışmağa. Əgər bir adam yalan danışa bilirsə, Umay, ona qulaq asmağın mənası yoxdur. Ayrıldınız? Qərarı buraxdım onun öz ixtiyarına. Özünə hörmət eləyirsə, özü çıxıb getsə yaxşıdır. Sən xətrinə ondan sərt danışmadım. Günahlarını sənə görə ona bağışladım. Bir də mən səndən üzr istəyirəm. Atını aldığım ev söhbətini eləyəndə dedim ki, qardaşlar arasında nə olubsa, günah sənin atandadır. Deməli tələsmişəm. Nəticə çıxarmağa tələsmişəm. Üzürlü say. Canın sağ olsun. Axşamın xeyir. Hər vaxtın xeyir. Gəl də gəl içəri. Kimlər var, nə tədbirdir? Bak kişi heç bir tədbir zad yoxdur ya, qonağımsan. Hə, Sən niyə belə narahatsan ki? tam bir getdi sən müəllim gilə. Dedim birdən yığışıb gələrlər bura, sən də məni ona görə çağırarsan. Atan sana müəllim gələ niyə gedib ki? Səbəbini bilmirəm, amma ehtimal var. Gəl də gəl içəri, içəridə danışaq ki.
Atanla məni təəccübləndirə gedir də. Əgər sən də Sənanla söhbətini demisənsə, deməli ona görə gedir. Yəni, Humayun xəstəxanadan çıxmağı filan bəhanə. Bəs səni təəccübləndirən nədir? Qardaş, deyim, xətrivə dəyməz. Əgər yoldaşını, qızını, oğlunu özünlə aparırsa, deməli üzünə yaşmaq aparır. İkimizin canı üçün ilk gündən elə narahat idim ki, biz də indi şükürlər olsun, hər şey yoluna düşdü. Atam səhv eləyib, özü çox böyük səhv. Deyən mənəm söhbətləri indi necə alınacaq? İnşallah alınmaz. Mən o kişini gördüm də. Çox təmkinli adamdır. O kişinin söhbəti mənim dədəmlə tutmaz. Ay sağ ol. Bax, indi çox yaxşı yerə toxundu. İndi deyim, və indi xətrivə dəyməz. Kişiyik də indi öz aramızda kişi kimi söhbət edir. Sənan müəllim hər şeyi bilir. Bir Humayla sənin münasibətindən başqa. Yaxşı ki də onu bilmir. Bilsəydi bir yapışlıq olardı. Hələ yaxşı ki maşın Humayı sənin mağazana çatmamış oldu. Bacım qızı olsa da görsən olanı danışıram. Bilmək olmaz ki, hep sənə nə deyəcəkdir. Qadındır da, ola bilsin hissinə uduzdu. Sən nahaq görüşə razılıq vermirsən. Ay, məkan atmaq nədir? Ay, çox qadın alıbsan. Adını eşidəndə həmin yerdən qaç. Özün evlənənə qədər. Ailəsinə söz-söhbət düşər. Ayıb taxın. Düz deyirsən Şəmsi. Biz səhv eləmişim, pis də olmaz. Səhvdir də qadası. Günah deyil ki, səhvi hamımız edirik. Əsas odur, Adəm müəllim məni işdən çıxartmayınca sakitləşmədi. Səni atam işdən çıxartdı. Yox, günahına girməyin. Atan eləmədi, amma onun badına getdi. Sənan müəllimin bacısı Elza, oradasa duyuq düşmüşdü. Da, sən onları tanıyırsan, sən onları tanıyırsan, canımı yığdı boğazıma. Mən də nə qədər yalan danışım. Başım götürüb qaçdım. Yaxşı kəsəbi deyilsin. Görürəm zarafatla danışsın. Atama cavab qaytarmağına bəlkə acığım tutmuşdu. İkimiz də acıq, ona görə söhbətimiz tutmur. İndi düzələr. Buyurun müəllim, bu sizə çatacaq. O nədir? Bunun kim verdi? Bir nəfər müştəri. Hansı masada əyləşmişdin? Bilmədim hansı masada əyləşmişdi. Kağızı verdi və getdi. Kişi idi yoxsa qadın? Bir nəfər xanım idi. Çoxdan gedib. Tapşırdı ki, o gedəndən sonra verir. Hoppa! Görürsən, təmiz niyyətli olanlar belədir. Dəvət eləyən kimi üzülü gün doğur. Buyur. Eşitcər tulla getsin. Cır tullana da belə şey cır tullayarlar. Hər götür qoy və dünyanın işini bilmək olmaz. Ən azı bir xatirədir. Şəmsi, mən xatirələrdən qaçıram. Elə o, xatirələrdən qaçmaq üçün lazımdır. Hər kimdirsə, əməyinə hörmət elə, ayıbdır.
Hə, Laçın. Hansı restoranda? Hə, yaxşı, indi gəlirəm. Laçın idi zəng eləyən. Hə, Restorandadır. Nə münasibətlə xeyir ola. nə bilim, Aytun. İş adamıdır da, yəqin kimlənsə oturub. Hansı restoranda? Adını Peaky Blinders dedi. Nədir də söhbət edirsiniz orada? Laçın restoranda oturub dedi, gəl məni götür. Könül düş, Eldar gedəsi oldu. Ad dəymə, qoy könül də getsin. Qızım, otur sən də get. Bacınla bir yerdə gedin. Geç. Axşamınız xeyir olsun xanım. Sən həbsdə olduğunu Şəmsiyə demişdin. Bəli. Bəs mən səninlə söhbət edəndə niyə demədin? Nə bilim valla. Ehtiyac görmədim. Heç sizdə soruşmadınız axı. Gərək elə soruşaydın. Elsa xanım, mən hardan biləydim ki, Şəmsi müəllim sizin gəlinin dayısıdır? Yaxşı. Aras Naxçıvan son oyunda məğlub oldu, amma ümumən əgər statistika ilə getməli olsaq, kubok maçlarını kənara qoysaq, son 10 Premyer Liqa maçında yalnız bir qələbəyə sevinir. Düzdür, bəzi oyunlarda baxırıq, istər bu oyunda da olsun, deyə bilmərik ki, Aras Naxçıvanın futbolu faciəvi durumdadır, oynaya bilmirlər. Yox, hücum eləyirlər, şən komandadır, maraqlı oynamağa başlayırlar ki, elə əslində belə deyil. Bəzən deyirlər Araz Naxçıvan haqqında ki, bu Elmar Baxşevin Qəbələdəki komandasıdır, amma mövsümün əvvəlində daha çox hesaba yönəlik futbol oynayırlarsa, əks hücumlarda... Axşamın xeyir olsun. Hər vaxtın xeyir olsun. Niyə belə ləngidim? Şəmsinin qonaqlığından gəlirəm. Nə qonaqlıq? Sənin bu təzə qohumların maşallah olsun, çox fərasətlidirlər. Sən demə bu Şəmsi bəy var ha. Adəmin zirzibillərini örtbasdır elədiyi müddətdə özünə təzə iş axtarırmış. İş tapan kimi gəlib hər şeyi sənə danışıb. Kişinin oğlu öz aləmində güyəm qəhrəmanlıq eləyib də. Harda girib işə? Bəs demirəm qonaqlığa çağırmışdı. Restoranda işləyir də. Sara evdə yoxdur. Evdədir. Bəs mənə niyə zəng eləyir? Ay can mələyim. Bibi, nə vaxt qalxırsan yuxarı? Sənin otağındayam. Sən gəl də aşağı, ata ilə söhbət edirik. Yox, mən gəlmirəm. Hə, yaxşı, indi qalxıram. Uşağın xətrinə dəymirsən? Nə dedi ki? Dedi, mən aşağı, dedi, gəlmirəm. Mübahisə eləmişsiniz? Yox, mübahisə eləməmişik. Çünki mən ona baş qoşmadım. Əslində o bizim xətrimizə dəyib. İnanmıram. O səni də, bacısını da çox istəyir. O sizin xətrinizə dəyməz. Gedim görüm mənim mələyimi kim incidib. Can, bibi sənə qurban olsun. Görüm mənim balamı kim incidib. Salam, ay gözəllik. Can, bibi sənə qurban.
Xeyr ola, məni çağırmısan evə, özün də evdə tapılmırsan. Ay qız, qorxutdun məni. Telefonda elə danışırdın, elə bildim əsəbisən. Mən niyə əsəbi oluram? O deyil, Göyçək Fatmanın payını verib göndərmişəm otağına. Humaya. Bu evdə ondan başqa Göyçək Fatma var ki? Gəl otur. Sən canı nə demisən? Mən ata Leylaş oturmuşduq. Bir də gördüm Göyçək Fatma gəldi. Görən kimi ataya dedim ki, ata, mənzərə pozuldu. Sən an nə dedi? Hər ikisi pərt oldu. Bibinin balasısan da. İndi gözləyək görək Şahənşah nə vaxt gəlir. Zəng elə də denən gəlmişik. Yox, yaxşı alınmır axı. Bəlkə qonağı var. Qalxmaq fikri olanda özü zəng eləyəcək. Amma acından öyrənməyə bacı. Sənan müəllim gilə gedəndə elə bildim mən də girəcəm evə. Dedim yəqin süfrə zada çalırlar. Aha, qaqaş çıxdı. Təkdi ki, bəlkə gedək. Gedək. Laçın oturub çay içər, biz yemək yeyərik. Dayan. Ged otur maşına. Az ged otur da nədir? Gedib Şəmsiyyə bir masada oturmaq istəyirsən? Çox sağ ol, Şəmsi. Hörmətli artıq olsun. Sən onunla gəlmirsən restorana. Onunla gələndə nə olur? Axşamın xeyir bacı. Salam qaqaş. Sən çağırmışdın o. Onun nə fərqi var ay Firuzə xanım? Fərqi yoxdur, Şəmsi sifət. Bu ac deyil. Hə, dedi ki, acından ölür. İstəyirsən gedək sağ bir yaxşı qonaqlıq ver. Yox, lazım deyil. Atan şilləsi deyəsən sənə azlıq eləyib. Çox danışmayın, maşınını sür. Gedən kimi deyəcəm. Deməyən kişi deyil. Xahiş edirəm, dalaşmayın da, nə olar. Onsuz da atan qanı qaradı. Niyə? Sənan müəllim az yola saldı. Ona görə... Daha ayrıldınız da Adəm. Bunun nəyini fikir edirsən? Bilirsən harda ilişdi? Hər şeyi gözümün altına alıb getmişdim, ancaq bir dənə bu mənim ağlıma gəlməmişdi. Ağzımı açıb danışanda dedi ki, mən bu məsələni çoxdan bilirəm. Humay deyil. Firuzə, Humay deyibdir. Yolda gələndə yadıma düşdü ki, Humay rayondan qayıdıb gələndə Sənan bizim ofisdə bizi bir otaqda tək qoyub çıxdı. Nətər ağlıma gəlməyimi. Ağlıma gəlməyibdi ki,
Sənan kimi bir kişi niyə otaqda arvadından məni təhbədək qoyub çıxsın? Öz o bacısını götürüb çıxdı. Heç ağlama gəlməyir. Ay kişi, çox fikir eləməyi. Çox şükür, pulun cibində, ağlın başında. Bundan sonra nə Sənanı görəcəyik, nə Şəmsini. Belə olmağa yaxşı oldu. Olmay söhbəti də yaddan çıxar. O da düzdür. Qalır bircə Həmid. Dünən Laçın deyəndən gözləyirəm görəm mənə zəng eləyəcəkdimi? Bir sutka keçib, hələ xəbər yox. Deməli gedib pulun dalınca. Görən tapmayanda neyniyəcək? Səhər gözləyək. 100% sıxıb xard olsa qayıdıb gələcək. Görə hansı avazla gəlir? Mənə elə gəlir ki, gəlib səndən borc istəyəcək. Hirsimdən gülürəm. Ay ağlına keçə yamayım. O boyda pul borc istəyərlər. Tutaq ki, mənim var verdim və onu nətər qaytaracaq? Da onda qalır birdən Sənan. Geçsin kürəkənindən, alsın, ödəsin. Bizə nə dəxli var? Deyəsən uşaqlar gəldi. Hə, uşaqlardır. Firuzə, bəlkə gedim girim otağa. Laçınla üzə gəlmək istəmirəm, qorxuram dalaşıq. Boy, Laçınla niyə dalaşırsan? Az indi yəqin bu Eldargil ayrılmaq söhbətini çatdırıblar da. Gəlib qınayacaq, qorxuram artıq əksik danışar, mən də əsəbləşərəm. Bax da. Gedin, gedin. Axşamın xeyrətə. Hər vaxtın xeyir. Həmid əmin gördün? Yox, görməmişəm. Bəs zəng eləyərdin də, dedim axı gəlin. Mən niyə zəng eləyirəm, hə? Zəng eləyəndə nə olur ki? Həminin canına azlar olur. Gəlib eş xoş gəlməyəydi. Böyük qardaşıyam, bir zəng eləsin. Qapım açıb içəri girsin. Bu deyil, balaca qardaşım Eldar. Bir dənə maşın söhbətinə görə şillanın altına saldı. Cavab qaytardı, yox. Həmid də onun kimi. Böyük qardaşıyam, hörmətini saxlasın. Əsəbləşmə qadına. Atam biraz əsəbləşib. Qədirimi bilir, görsən. Yaxşı qardaş kimi ata mənim nümunə göstərir. Bayaqki söhbəti desəydim, indi qırğın düşmüşdü. Ana, acından öləm, Allah haqqı qarnım qurulduyur. Çay süzüm qaqaş.
Zəng etdiyiniz nömrə təyin olunmayıb. Nömrə müvafiq номер не Şəmsi bizdən işdən çıxdığını sənə deməyib? Yox. Restoranda işlədiyindən də xəbərin yoxdur. Yox, dünəndən heç danışmamışıq. Narahat olma. Nə bilirsənsə de. Bu da həmin günün söhbəti deyil ki. Getdilər Bibi Qurban. Hə, bibi taksi ilə yola saldım. Aeroportda neçədə olmalısan? 1 saatdan sonra. Hazırla səni özüm aparacam. Sən əziyyət çəkmə, mən apararam. Əziyyət falan yoxdur, özüm apararam. Niyə elə mən aparım da? Mən aparanda nə olar ki? Yaxşı. Bilsəydim sonra səndən gedəcək, mən də Leyluşamı aparardım. Zeynəb aparır da, nədən narahatsan ki? Şəmsi sənə heç nə deməyib? Nə barədə? Zeynəb barədə. Şəmsi Zeynəbi tanıyır ki? Əlbəttə tanıyır. Mənlə görüşməmişdən əvvəl Şəmsinin yanına gəlib gedibmiş. Şəmsinin də ondan nəsə heç xoşu gəlmir. Yox, dayı o qadın barəsində mənə heç nə deməyib. Mənə hazır. Yaxşı, sizə nuş olsun. Mən getdim. Görüşək bibi. Can, bibi sənə qurban olsun. Görüşək mənim mələyim, görüşək. Sağ ol bibi. Yaxşı yox. Söhbəti hardan çıxdı? Dayı, bundan sonra işimiz var da. Kefi buyuranda istədiyi yerə gedəcək. Hardan çıxdı yox, mən demişəm. Hələ dedim ki, kursdan sonra get qardaşının yanına. Onu evdə saxlayıb neynəyəcəksən? Beynin buyuramda üstünə qışqırmaqdan ötürü. Telefonu da qaytar ver özünə. Daha kursa gedirdi deyə verdim. Dedim birdən gecikib eləyər. Danışım. Ayda, çayını iç də. Bəs sən gedmirsən? Yox, bala, mən gedəsi olmadım. Üzümə nəyə baxırsan? Dünün axşam maşında dediklərimi yadından çıxır? Yox, hamısı yadımdadır. Başa düşdüm də ayrılırsınız. Bəs ayrılmaqdan ötürü getmək lazım deyil. Səni boyda mənim oğlum var. Sən get. Get otur atanın yerində. O Elzadan, Sənandan kim gəlsə, səni çağırsalar deyəsə imza atmağa, gətirəsən evdə imzalayaram. Mənim qızara-qızara Sənanla üzə gələsi halım yoxdur. Yaxşı, başa düşdüm. Onda mən gedirəm. Özündəki utanıb eləməyi. Atanın söhbətindən sənə nə dəxli var? Sən özü müdür oğlu kimi apar.
Eldar. Dünən daha hamının qanı qaraydı. Üstünü vurmadım. O neydi qardaşına dedin? Dedim bayaqkinin desəm evdə qırğın düşər. Axşam nə olmuşdu ki? Laçın restoranda bilirsən kimlə oturmuşdu? Kimlə? Şəmsi ilə. Hələ çıxanda bilirsən bizə nə dedi? Dedi ki, aclığınız varsa gedək siz də oturun. Lənət şeytana. Bu da belə oğuldu da. Nə dədə sayır, nə ana sayır. Hörmət qoymur da bizə. Mən nə qədər eləyirəm ki, Laçınla birlikdə tapam, alınmır da. Dədəsinin də sözünə qulaq asmır. Nə deyir, orada qalır. Öz bildiyini eləyir. Bunu onun özünə demək lazımdır. Özünə nə deyim? Özü görmədi, Şəmsi ölmüş, evimizə nə qırğın saldı. Dədən öldürmüş deyim məni. Ataya deyib, qoy onun da cəzasını versin. Qoy biraz gözləyək də, bunlardan da ayrıldıq. Və bir dolan üzün görməyəcək, Şəmsi zadda yatdan çıxacaq. Çətin. Yaxşı qodan oğlum, yaxşı. Sən get işindən qalma. Get. Adem. Hı. Ayrılmışsınız da. Niyə fikir edirsən? Nə yemək yeyirsən, nə çay içirsən? Niyə fikir edirsən? Bu boyda fikir eləmək olmaz axı. Həmidin də boynunu yerə soxun. Biz ona kürəkən göstərməliyik. Deyərik ki, qızımızı vermişik, kürəkənimiz də Rusiyada. Həmid gəlib hər gün bizdən kürəkənimizi soruşmayacaq ki. Özünə əmr eləmək olmur da, beynimdən çıxmır. Nə haqqında fikirləşirəmsə, yenə fırlanıb gəlib həmin söhbətin üstünə çıxır. Gəl mən sənin fikrini yayındırım. Hı. Axşam Sənangildə o qadını gördün. Sən zəng eləyəndən sonra bayra bir xanım çıxdı. Hə, o bəstə boy qadını deyirsən? Hə, gördüm. Nə olsun ki? O qadın Sənangilin qulluqçusudur. Hı. Onu bilsənmi harda görmüşəm? Harda? Evdarla kəndə getmişdik axırıncı dəfə, sən göndərəndə. Hə. Bax onda, pul basdırılan yerə baxıb gələndə həyətdə gördüm. Hansı həyətdə? Həmidgilin həyətində. Aha. Bax, həmin bu qadın idi. Qulluqçunu ora niyə göndərsinlər ki, özdə qadın xaylağı? Göndərməmişdilər, özü gəlmişdi. Məndən də soruşdu ki, bu evdə yaşayanlar hanı? Tanıyırdı Həmidgili? Heç kimi tanımırdı. Soruşdum, dili topuq vurdu. Hələ deyirdi ki, burada yaşayan arvada paltar satmışam. Almaza? Hə. Yalanın ağzına gələni deyirdi. Mən ona deyəndə ki, burada olan arvad bir il bundan qabaq ölüb, başını saldı aşağı, çıxdı getdi. Başa düşəmədim. Heç mən də başa düşə bilmədim. Dünən görəndə səni tanıdı? Yaman çox baxırdı üzümə. Bilmirəm, tanıyıb baxırdı, yoxsa baxıb yadına salmaq istəyirdi. Hə, lənət şeytana. Canıma vahimə düşdü. Canıma vahimə niyə düşür? Qadan onların ürəyinə. Ay qız,
Həmin axşam Humay ora getmişdi. Özü gedirdisə, qulluqçu niyə göndərir ora? Nə bilirsən? Bəlkə heç o vaxt Sənangildə işləmirmiş. Bəlkə Humay onu rayonda görüb. Bəlkə avtovağzalda görüb. Görüb, götürüb aparıb evlərdə qulluqçu işləyir. Bilmirəm. Firuzə, bilmirəm. Mən gedimi? Hara? Gedim Laçının mağazasına. Mənim də ata başıma kül. Uşaq mağaza götürüb işlədir. Bir dəfə mənim ayağım ora dəyməyib. Fikirlisən ata. Deyəsən işdə çox yorulursan. Sən axşam hiss eləmədin ki, xətrimə dəydin. Niyə? Mən elə fikirləşirdim ki, sən artıq böyümüsən. Nəzərindən heç nə qaçmır. Hər şey həssas yanaşırsan. Mən neynəmişəm ki, ata və yaxud da ki, neynəməliydik? O nə sözü də axşam dedin? Humayı görəndə, özdə mənim yanımda. O nə sözü idi dedin? Mənim yadımda deyil. Humayı görəndə demədin ki, mənzərə pozuldu. Yadında deyil bu. Utanmırsan o sözü deyirsən. Bəs fikirləşmirsən ki, atanı Humayın yanında yerə vurursan? Mən Humayı qətiyyən fikirləşmirəm. Sən Humayı sevməyə bilərsən. Amma ona hörmət eləmək sənin borcundur. Sən səhv eləyirsən, ata. Əgər belə bir fikrin var idisə, bu qərarı çoxdandan verməliydin. Mən balaca olanda. Sən gecikmirsən, özdə çox gecikmirsən. Özün demişkən, qızım böyüyüb hər şeyi dərk eləyəndən sonra məndən tələb eləməməlisən ki, anamın yerinə gətirdiyin qadına hörmət eləyim. Hara gedirsən? Taksi ilə gedəcəm, sağ ol. Aycan, bibi qurban olsun sənə. Çatdınız? Hə, çatmışam bibi, amma tək gəldim. Yolda ata ilə mübahisəmiz düşdü. Niyə? Humaya görə. Ata mənə dedi ki, sən ona hörmət eləməlisən. Mən də dedim ki, anamın yerinə gələn qadını mən qəbul eləmirəm. Bəs Sənan nə dedi? Dillənmədi. Başa düşmədim. Sən niyə getdin? Sənan sənə dedi düş maşından. Yox, maşından özüm düşdüm. Dedim taksi ilə gedirəm. Sənan da dillənmədi. Dedi qayıt, mən qulaq asmadım. Qapını örtdüm, getdim. Sağ ol Sənan. Hə, bax belə bibi. Təyyarə nə vaxtı qalxır mənim balam? Gəlim? Yox, bibi, ehtiyac yoxdur. Çatanda özüm zəng vuracam. Müğayət ol özündən, yolun açıq olsun mənim balam. Hələlik bibi. Oldu.
Umay yoxdur. Yox, mən gələndə heç kim yox idi. Ola bilsin dincəlir. Nəsə demək istəyirsiniz? Gəbəl eləyək də. Elə bil mən sənə heç nə deməmişəm. Özün şələşüləni yığ, çıx get. Nə baxırsan Ərsin? Mən sənə nə demişdim? Demişdim ki, həbsxanada olduğunu heç kim bilməsin. Düzdür? Sən də Şəmsiyə deyibmişsən. Onsuz da səndən birisi səni qovacaq. Elə salamatı, heç kimdən heç nə eşitməmiş, üzü sulu ikən. Özün səbəbi tap, çıx get. Yaxşı. Elə indi get. Sənan gəlib səni burada görməsin. Oldu. Gedərəm. Zeynəb. Hara gedirsən? Bayaqdan elə mənə deyir ki, işim çoxdur, çatdıra bilmirəm, yoruluram. Üstəlik də uşağı məktəbə aparıb getirmək lap mənə çətindir. Bir də işdən çıxmaq istəyirəm, mən də dedim getdə. Məktəbə getmək səni yorursa, dayıma deyərəm, Leylanı yenə o aparar. Yox, day mən qərarını verdim, getsin. Yox, getməsin, qalsın. Onu mən gətirmişəm. Mən də deyirəm, getsin. Mən də deyirəm, qalsın. Sən mənim sözümün üstünə söz gətirirsən. Zeynəb. Day, neyniyəcəksən ki? Mən ona deyirəm, rədd olub çıxıb getsin. Sən durub mənimlə mübahisə edirsən, özü də onun yanında. Mübahisə eləmirəm. Deyirəm ki, qalsın. Day, mübahisə necə olur ki? Nə demək istəyirsən?
Sən istəyirsənsə qalsın. Burada niyə dayanmısan? Sizi gözləyirdim. Gəl otur. Tələskənlik elədimsə, bağışlayın Elza xanım. Ürəyim dözmədi. Küçəyə də ona görə çıxdım ki, bizim söhbət elədiyimizi Humay görməsin. Əvvəl heç nə başa düşmədim, duruxdum. Amma sonra holda Humayı görəndə başa düşdüm ki, siz onun orada olduğunu bilirmişsiniz. Ona eşitdirirmişsiniz. Afərin sənə. Deməli, zənnimdə yanılmamışam. Sən həqiqətən də ağıllı qadınıymışsan. Sağ olun. Elza xanım, vallahi o qədər inandırıcı danışdınız ki, az qalsın inanacaqdım. Amma sonra birdən yadıma düşdü ki, axı özünüz demişdiniz ki, Humayın yanında qəsdən acı danışacaqsınız. Afərin, halal olsun sənə Zeynəb. Mən işimə davam edeyim. Hə, Elza xanım, güdməyə davam edeyim. Hə, əlbəttə, mütləq. Hələ bizim səninlə qabaqda daha ciddi işlərimiz var. Mən hazıram Elza xanım. Hər şeyə hazıram. Oldu. Gedə bilərsən Zeynəb. Sağ olun. Ürəyim düşdü. Elə bildim çıxıb getmisən. Yox, küçədəydim. Niyə? Getmişdim Elza xanımın etibarını qazanmağa. Siz mənə nə demişdiniz? Dediniz axı Elza xanıma xidmət eləməkdə davam eləyim. Aha. Boynuna qoydum. Güya məni qovmağı sizə göstərmək üçün imiş. İnandıra bildin? Bəli. Bilirsiniz niyə inandı? Çünki o məni işə götürəndə özü demişdi ki, Humay xanımın yanında səndən acı dil danışacağam. Elə o sözündən istifadə elədim. Qəribədir, nə əcəb razılaşıb. Onu narahat eləyən əmimgil idi, əmimgil də öyrənib. Görürsən, bundan sonra nə tapşırıq verəcək? Arxayın olun Humay xanım. Nə desə, nə soruşsa mən hamısını sizə deyəcəm. Humay xanım, bir sözdə mən soruşa bilərəm. Hə, əlbəttə soruş. Axşam gələn qonaqlar əminizin ailəsi idi. Hə. O bibi dediyiniz qadın da əminizin yoldaşıdır da, hə? Düz başa düşmüşəm. Hə, niyə soruşursan ki? O qadın mənə elə tanış gəlir ki. Harda yaşayırlar? Onlar şəhərə təzə köçüblər. Ünvanlarını bilmirəm. Əvvəl harda yaşayırdılar ki? Rayonda, Cığırlı kəndində.
Zeynep nə yaman çox sual verdin? Sən onu hardan tanırsan ki? Məni Umay xanım göndərib. Sizə xəbər gətirmişəm. Gəlmək olar. Sən məni tanımadın? Yox. Firuzə! Mən adam öldürüb illərlə həbsdə yatan adamım. Mən özümdən çıxarma ha!